Mübarək Ramazan ayının 27-ci gecəsi fəzilətli gecə hesab olunur. Birincisi, həmin gecə qüsl etmək. Birinci yaxşı olar qüsl olunsun. İmam Sadiq əleyhissalamdan hədis vardır ki, bu gecə qüsl olunsun. Müstəhəbdir. 27-ci gecənin qüslunu verirəm qurbətən ilallah. 2. 30 rükət namaz qılınsın. Çox sadə 2 rükət qılınacaq. 15 2 rükət qılınmaqla Ramazan ayının əməllərində gecə o qılınan namazlarındandır. 30 rükəti bu gecəyə deyiblər ki, qılınsın. 3. Bu gecə İmam Səccad əleyhissalamın oğlu şəhid Zeyd tərəfindən bir dua nəql olunmuşdur. O duanı Zeyd, şəhid, Allah ona rəhmət eləsin, buyurur ki, atam Əli ibn Hüseyn, yəni İmam Zeynül Abidin əleyhissalam Ramazan ayının 27-ci gecəsi gecənin əvvəlindən axırına qədər bu duanı oxuyardı. Nədir o dua? Allahümmə rzuqni təcafiyə ən darilğurur vəl inabətə ilə daril xulud vəl isti'dadə lil mavti qablə hululil fawt. Ey Allahım, bu fani evdən, yalan evdən, dünyadan uzaqlaşmağı mənə ruzi et. Və əvəzində əbədi evə tərəf, axirətə qayıtmağı mənə ruzi et. Ölüm çatmamışdan qabaq onun üçün hazırlaşmağı mənə ruzi et. 3 şey Allahdan istəyir bu gecə İmam Səccad. Oğlu şəhid Zeyd deyir ki, gecədən, əvvəldən 27-ci gecə sübhə qədər imam bu duanı çox oxuyurdu. Allahım, bu fani dünyadan uzaqlaşmağı, əbədi dünyaya üst tutmağı və ölməmişdən qabaq ən əsas ölümə hazır olmağı, hazırlaşmağı mənə ruzi et. 4. Quran ayələrindən dualar var. İnşallah Məfatül Cinan kitabında var. Mətn forması verilər. Siz də baxarsınız. Rəbbana ilə başlayır. Rəbbana atina və yaxud da ki, Rəbbana amənna bu cürünə başlayır. Rəbbana amənna fəğfir lənə. Quran dualarıdır ancaq. Çox gözəl Quran-ı Kərimdən seçilmiş dualardır. Bu gecə onları oxuyun.